Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Rətvi kanalında. Əziz izləyicilər, bugün gözəl bir sos hazırlayacağıq. Qəşəng bir dadlı yeməkdir. Bunun üçün bizə nələr lazım olacaqdır? Gördüyünüz kimi ətdir. Siz cürbəcür ətdən yanıma qoyun, nə ət istəsəz edə bilərsiniz. Onun üçün mən yağ, zeytun yağı istifadə edirəm. Kartofdur, markofdur, soğandır, pomidordur, tomatdır. Pomidor bir dənə edirəm ki, çünki tomat vurulacaqdır. Və ədviyyatlardır. Ədviyyatlarda sarı kök, duz, nə bilim qırmızı istiot, qara istiot, nanə qurusu belə tökəcəyik və əlimizə keçən ədviyyatlardan. Təbii ki də duz, ona əlavə etdim. Və başlayırıq artıq hazırlamağa. Deməli, əziz izləyicilər, ilk öncə başlayırıq soğanımızı belə xırda doğramağa. Bir neçə hissəyə bölürük. Baxın, bax, belə bu şəkildə xırda doğrayırıq. Baxın, bax, beləcə xırda. Deməli, əziz izləyicilər, gördüyünüz kimi, bax, beləcə doğradıq soğanımızı. İndi tavamıza zeytun yağımızı əlavə edirik və başlayırıq hazırlamağa. Birinci soğanı qovuracağıq, sonra isə əziz izləyicilər, digər tərəvəzlərimizi. Deməli, əziz izləyicilər, gördüyünüz kimi tavamızı qoyduq və üzərinə yağımızı əlavə edirik, zeytun yağını və soğanımızı əlavə edirik. Beləcə lam xodda qoyuruq ki, qovrulsun. O pişənə kimi isə digər tərəvəzlərimizi doğrayacağıq. Belə ağzını örtürük ki, yaxşı pişsin. Deməli, əziz izləyicilər, indi isə kökümüzü bir neçə hissəyə bölürük. Bax, belə də doğrayırıq. Çox gözəl bir yemək olur. Alt hissəsində bir neçə yerə bölürük ki, daha da xırda olsun. Bax, gördüyünüz kimi belə hissələrə bölünür. Bax, belə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi kökümüzü də belə doğradıq və əlavə edirik soğanımızın üzərinə. Deməli, əziz izləyicilər, gördüyünüz kimi soğanımız qovrulur və kökümüzü əlavə edirik. Bax, beləcə kökü əlavə etdik. İndi isə əziz izləyicilər, ətimizi doğrayacağıq üzərinə. Deməli, əziz izləyicilər, başlayırıq ətimizi doğramağa. Ətimiz qəşəng can ətidir, yəni yumuşaq sümüksüz ətdir. Bax, beləcə bir neçə hissəyə bölüb, yəni ətimizi bax bu şəkildə beləcə deməli doğrayırıq. Beləcə bu şəkildə ətlərimizi doğrayırıq. Deməli, əziz izləyicilər, gördüyünüz kimi bax, ətimizi də bu şəkildə doğradıq və soğanımızın, kökümüzün üzərinə əlavə edirik. Deməli, əziz izləyicilər, gördüyünüz kimi baxın, beləcə soğanımız da burada qovrulub, kökümüzlə və üzərinə ətimizi əlavə edirik. Və yaxşıca deməli beləcə qarışdırırıq ki, yaxşıca pişsin və ədviyyatlarımızdan əlavə edirik. Biraz da su əlavə edəcəyik. Deməli, istiot əlavə edirik. Qara istiot. Ondan sonra qırmızı istiotu əlavə edirik zövqə görə. Sarı kök əlavə edirik. Nə bilim, xüsusi ədviyyatlardan da belə əlavə edirik. Biraz nanə qurusu əlavə edirik. Və duzunu əlavə edirik.
Yaxşıca karıştırırıq bunu. Biraz belə yağda qovrulandan sonra üzərinə pomidorunu, kartofunu, tomatını və suyunu əlavə edəcəyik. Deməli əziz izləyicilər, ətimiz biraz qovrulana kimi pomidorumuzu əlavə edirik. Daha doğrusu doğrayırıq əlavə. Bir neçə hissəyə bölünür. Biz pomidor nəsə dərtdir. Qalığı da nəsə şey deyir, bizə deyir. Bax, görürsünüz, bax, şey deyirəm, yaxşı kəsilir. Necə görünür. İndi yeməyimizin üzərinə əlavə edəcəyik. Deməli əziz izləyicilər, gördüyünüz kimi ətimiz beləcə qovrulur və üzərinə pomidorumuzu əlavə edirik. Tomat əlavə edirik, tomat sosu və biraz da su əlavə edəcəyik. Çünki özünün suyu var da yağı. Biraz da altını qaldıracaq ki, yaxşı pişsin. Beləcə qarışdıracaq. Ağzını götürürük ki, hazır olsun. Deməli əziz izləyicilər, sonunda da kartoflamızı doldururuq. Bu şəkildə beləcə bu qədər oldu bəsdir. Bir neçə hissəyə bölüb belə kartofumuzu da beləcə doldururuq. Gördüyünüz kimi baxın belə. Deməli əziz izləyicilər, gördüyünüz kimi kartofumuzu da belə doğradık. İndi əlavə edirik yeməyimizin üzərinə. Gördüyünüz kimi belə suyumuz da qaynayır və kartoflamızı əlavə edirik. Gözəl bir yemək çıxır. İnandırım sizi, bunu bir dəfə hazırlasanız, dəfələrlə hazırlayacaqsınız. Bax belə əziz izləyicilər, gördüyünüz kimi artıq kartofumuzu da əlavə etdik və qarışdırırıq və pişməyini gözləyirik. Əziz izləyicilər, gördüyünüz kimi artıq yeməyimiz hazırdır və süfrəyə vermək olar. Belə gözəl, dadlı bir yemək çıxır. Hazırlayın və nuş edin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like olun. Sağ olun, salamat qalın.